Salam əziz izləyicilər. Bu videoda sizə təzə dərdiyim təbii böyürtkənlərdən ev üsulu, çox dadlı və faydalı meyvəli yoğurt hazırlayacağam. Süzmə, böyürtkən və azacıq şəkər tozu ilə hazırlanan bu desert həm uşaqlar, həm də böyüklər üçün əla seçimdir. Yığdığım böyürtkənləri təmiz yuduqdan sonra yaxşıca əzirik ki, şirəsini və rəngini tam olaraq versin. Nə qədər yaxşı əzilsə, yoğurtumuzun rəngi və dadı bir o qədər zəngin olacaq. Sonra isə əvvəlcədən hazırladığım ev süzməsini əzilmiş böyürtkänin üzərinə əlavə edirik. Süzmə yoğurda qatı və xüsusi bir qaymaq dadı verəcək. Daha sonra zövqə görə təxminən 5 xörək qaşığı şəkər tozu əlavə edirik. Şəkərin miqdarını böyürtkənin turşuluğuna və öz zövqünüzə görə azaldıb çoxalda bilərsiniz. Hamısını eyni kütlə alınana qədər yaxşıca qarışdırırıq. Budur, cəmi 3 tərkiblə hazırlanan tam təbii böyürtkənli ev yoğurdumuz hazırdır. Həm çox dadlı, həm də xeyirlidir. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın.